torpaqlarda ticarət küləklə başladı. Uzaq yollar, ağır yük, saysız risklər. Amma geri dönmədim. Çünki bu yolun hər addımında bir məqsəd vardı. Dəyər yaratmaq. İlk bazarımı öz əllərimlə qurdum. Hər məhsulun arxasında alın təri, hər satışın arxasında böyük bir zəhmət var idi. Bilirdim ki, ticarət sadəcə qazanc deyildi. İnsanlarla qurduğum körpü idi. İnam qazanmaq heç vaxt asan olmadı. Bunun üçün illərlə çalışdım. Sözümə sahib çıxdım. Çünki etibar ticarətçinin ən böyük sərvətidir. Axı o qiymətdən də dəyərlidir. Zaman dəyişdi. Yollar böyüdü. Dünən bir bazardaydım. Bugün isə bütün ölkədəyəm. Sərhədlər məni dayandıra bilmədi. Onları keçmək üçün yollar tapdım. Çünki ticarət coğrafiya ilə yox, məhz inamla böyüyür. İndi məhsulum uzaqlara gedir. Bir toxunuşla yeni müştərilərə çatır. Artıq təkcə məhsul satmıram. Keyfiyyəti, təcrübəni və inamı çatdırıram. Ticarətin həmişə öz çətinlikləri olub. Sən bunların hamısını yaxşı bilirsən. Amma indi bu yolda tək deyilsən. Min illik ticarət ənənəsi indi bir platformada. Bir market,